Paşa Kapital İnvestisiya şirkəti 2025-ci ilin maliyyə nəticələrinə dair mətbuat konfransı keçirib. Tədbirdə şirkətin baş icraçı direktoru İsi Mustafayev, baş icraçı direktorun müavini Elnur Fətullayev və şirkətin marketinq direktoru Gülşən Cumayeva iştirak ediblər. Mətbuat konfransında Paşa Kapitalın 2025-ci il üzrə fəaliyyət nəticələri, ticarət dövriyyəsi və bazardakı mövqeyi barədə məlumat verilib. Paşa Kapital İnvestisiya şirkətinin baş icraçı direktoru mətbuat konfransında bildirib ki, Paşa Kapital 2025-ci ildə bazar payını Bakı Fond Birjasının ticarət dövriyyəsində 67%-ə qədər artırmışdır. Belə ki, 2024-cü ildə əgər bizim ticarət dövriyyəmiz 27 milyard manat həcmində idisə, 2025-ci ildə bu rəqəm 45 milyard manata qədər artmışdır. Ən böyük artımı biz repo bazarında görürük ki, əməliyyatlarımızın həcmi il ərzində 74%-ə yaxın artmışdır. Şirkətin 2025-ci ildəki ticarət dövriyyəsi 30,1 milyard manatı repo əməliyyatları, 12,2 milyard manatı dövlət istiqrazları, 1,7 milyard manatı Mərkəzi Bankın qiymətli kağızları, 0,7 milyard manatı isə korporativ istiqrazlar üzrə formalaşıb. Paşa Kapital İnvestisiya şirkətinin baş icraçı direktorunun müavini Elnur Fətullayev isə qeyd etdi ki, gəlirlərimiz 2024-cü ildə 8,4 milyon manat olduğu halda 25-ci ildə təqribən 18% artaraq 9,9 milyon manata çatmışdır. Haqq və komissiya gəlirləri təxminən 6,3 milyon manatdır. Xalis mənfəət göstəricimiz 2,2 milyon manatdan 2,5 milyon manata yüksəlmişdir və bu təqribən 13% artım deməkdir. Xalis mənfəət marjası göstəricisi bizdə 25-ci ildə 25,3%-ə bərabərdir. Kapitalın rentabelliyi, yəni return on equity göstəricisi 25-ci ildə 14,5% təşkil etmişdir. Aktiv bazamız genişlənərək 64,8 milyon manata çatmışdır. Kapital göstəricimiz 18,7 milyon manata çatmışdır. Mühüm layihələrə biz 2025-ci ildə həm dəstək olduq, həm icra etdik. Belə ki, ilk dəfə olaraq korporativ sosial məsuliyyət strategiyamızı formalaşdırdıq. Həmin strategiya çərçivəsində Azərbaycanın biznes sektorunda ilk inklüziv layihəni icra etdik. Fərqli uşaqlar toplayaraq bir məkanda onların birlikdə əylənmə, birlikdə inkişaf etmə, birlikdə öyrənmə üçün bir platforma formalaşdırdıq və inklüzivliyi təmin etmək zamanda hər bir uşağın eyni anda, eyni belə deyək də, ortamda bərabər hüquqlara malik olduğu mesajını vermək istədik. Şirkətin öhdəlikləri 47,6 milyon manatdan 46,1 milyon manata inib. İsi Mustafayevin sözlərinə görə Paşa Kapital İnvestisiya şirkəti həm mövcud kapital bazarlarının inkişafında, həm də investor bazarının formalaşmasında böyük töhfə verib. Əsas məqsədimiz bazarda hansısa payımızı artırmaqdan çox bu bazarın ümumi həcminin artmasına yönəldilir. Qeyd edək ki, mətbuat konfransı iştirakçıların sualları ətrafında aparılan fikir mübadiləsi ilə davam edib.